Tamam, başlayaq. Zoologiyanın sual cavabına ümumi olaraq, yəni sürətli sual cavab eləyər ki, e, əsas hissələri, lazımi hissələri çatdıra bilək. Hazır? Bəli, Başladıq. Ümumi olaraq heyvanlar aləminin xüsusiyyətlərini nələr deyə bilərik? heyvanlar aləmini zoologiya öyrənir. Aha, Heterotrof orqanizmlərdir. bəli. Bir hüceyrəli, çox hüceyrəli olurlar. Aha. Hmm, başqa? Hüceyrə qılafı ilə bağlı, ehtiyat qida maddəsi ilə bağlı, hərəkəti ilə bağlı nə deyə bilərik? Bitkilərə nisbətən hüceyrə divarı nazikdir. Aha, hüceyrə divarı yoxdur, hüceyrə qılafı nazikdir. Hüceyrə qılafı, bəli. Aha. Hərəkətləri aktiv hərəkət edənlər də var. Aha, Yəni, aktiv edirlər hərəkət də edirlər. deyəndə, yəni əksəriyyəti aktiv hərəkət Bəli, edirlər. aktiv hərəkət edirlər. Aha, E, Parazit və sərbəst həyat tərzi sürən nümayəndələri var. aha. Hmm, Ehtiyat qida Əksəriyyət maddəsi heterotrof. nə olur onların belə deyək hüceyrələrində? Ehtiyat qida maddəsi nişasta. Yox. Yox, nişasta bitkilərdə Se olur. Selluloza. Nişastanın Olabilir. heyvanlarda olan formasına nə deyilir? Ne değil. Glikagen. Heyvanın nişastası. Ay düz. Bəli. Bunlarda böyümə bütün ömrü boyu olur, yoxsa müəyyən yaş həddinə qədər olur? Müəyyən yaş həddinə qədər böyüyə bilirlər. Yaxşı. Ümumi olaraq heyvanlar aləmi hansı yarım aləmlərə bölünür? Bir hüceyrəlilər və çox hüceyrəlilər. Bir hüceyrələrə hansı tiplərə aiddir? Sarkomastigoforlar, infuzorlar, sporlular, mikrosporidilər, Aha. e, bir də knidosporidilər olmalı. Tamam. Sarkomastiqaforların sinifləri hansılardır? Sarkodinlər qamçılılar. Sarkodinlərə nələr aiddir? Sarkodinlərin nümayəndələri yoxsa xüsusiyyətləri? Bəli, nümayəndələri. Nümayəndələri amöbdür Aha. və yaxud foraminiferlər və ya radiolarlər. Hı. Adi amöb, dizenteriya amöbü də ayrılıqda deyə bilərik. Bəli. Mhm. Tamam. Amöb sözünün mənası nədir? Dəyişkən. Nə ilə hərəkət edir amöb? Yalançı ayaqları ilə. Bəs dizenteriya amöbü insana nə şəkildə yoluxur? Sista halında. İnsanın hansı orqanında parazitlik edir? Yoğun bağırsağında. Tamam. Sistası neçə nüvəli olur? 4 nüvəli. Əgər biz bir sista qəbul etsək, neçə amöb xaric eləyərik? 8. Tamam. Adi amöb harda yaşayır? Adi amöb şirin su hövzələrində, çirkli sularda, Hı -hı. Qurğun və gölməçələrdə. şirin su hövzələrində yaşayır. Bəli. Bəs foraminiferlər, radiolarlar harda yaşayırlar? Dənizlərdə. Tamam. Keçdik qamçılar sinifinə. Qamçılar sinifinin nümayəndələri hansılardır? Yaşıl evqilina, bir də Volvox. Hmm, yaxşı. Yaşıl evqilina Volvox düzdür. Biz epidemiologiyada digər parazit qamçıları da keçirik. Yəni orada tripanosom, leishmania, liamlia kimi nümayəndələr də qamçılar sinifinə aid edilir. Amma biz 7-ci sinif səviyyəsində mövzuları e, qeyd elədiyimiz üçün onları orada qeyd eləməmişik. Onları epidemiologiyada qeyd eləmişik. Tamam. Yaşıl evqilinanın hərəkət orqanı nə idi? Orqan Qamçılar. daha doğrusu Yəni daha doğrusu qamçı. qamçılar idi. Tək Bəli. qamçı. Neçə nüvəsi var? Bir nüvəsi. Aha. İşığı nə vasitəsilə hiss edir onlar? İşığa həssas gözcüyü var, qırmızı gözcük. Yaxşı. Bəs fotosintezi nə vasitəsilə fotosintez edirlər? Xromatoforları var onların. Nə, 20-25 ədəd.
20-25 ədəd, bəli. Tamam. Volvox koloniyasında təqribən nə qədər hüceyrə olur? Təqribən 1000-ə qədər Aha, koloniyanın diametri hüceyrə. nə qədərdir? 1 millimetr. 1 millimetr. Koloniyanın diametri əgər 2 dəfə azalsa, oradakı hüceyrələrin miqdarı necə dəyişər? Hüceyrələrin miqdarı Bəli. dəyişməz. Bu biraz da riyazi cəhətdən kürənin səthinin sahəsi ilə əlaqədardır. Kürənin səthinin sahəsi necə hesablanır? Pi kvadrat. Pi r kvadratı. Dəqiq mən bilmirəm sözün düzü, amma kvadratik olduğunu bilirəm. Yəni əgər orada r kvadratı varsa, kvadratik olaraq asılı olacaq. 2 dəfə azalsa, səthin sahəsi də 4 O dəfə azaldığına görə 4 dəfə hüceyrələr isə azalır. 4 dəfə Bəli, azalacaq. bildim. Tamam. Bir Volvox hüceyrəsində neçə qamçı olur? Bir Volvox hüceyrəsində Hı -hı. onlarda 2 qamçı olur da 2 qamçı. birində. Koloniyada hüceyrələr birbiri ilə nə vasitəsilə əlaqələnirlər? Sitoplazmatik çıxıntı, körpü. Bəli, tamam. Yaxşı. Koloniyalı bir hüceyrəliləri çox hüceyrəlilərdən necə fərqləndirmək olar? Çox hüceyrələri necə fərqləndirmək olar? Onlarda Bəli. bir hüceyrə kimi iştirak edirlər də hər birisi. Çox hüceyrəlilərdə hər birisi ixtisaslaşır, amma bir hüceyrəlilərdə hər şey bir hüceyrə daxilində gedir. Bəli, yəni koloniyalı bir hüceyrələrdə bütün proseslər bir hüceyrənin daxilində baş verə bilir. Yəni sərbəst şəkildə hər bir hüceyrə yaşaya bilir. Amma çox hüceyrələrdə hüceyrələr sərbəst yaşaya bilmirlər. Davam edirik infuzorlar tipi ilə. Aid olduğu sinif, yəni bura daxil olan sinif hansıdır? Kirpikli infuzorlar sinifi. Nümayəndəsi hansıdır? İnfuzor tərlik. Tamam. İnfuzor tərliyin neçə növbəsi var? 2 nüvəsi var. Böyük və kiçik nüvə. Böyük nüvə həyati proseslərdə iştirak edir. Yəni qidalanmasında, tənəffüsündə və s. Kiçik nüvə isə yalnızca cinsi prosesdə iştirak edir. Tamam. Neçə ifrazat vakulu var? 2 ifrazat vakulu var. Hansı müddətdə yaranır bir ifrazat vakulu? 1 dəqiqədə. Yəni dəqiqədə 1 ədəd. Bəli, dəqiqədə bir ədəd ifrazat vakulu yaranır. Tamam. Qidanı hardan qəbul edir, hardan xaric olur həzm olmamış qida qalıqları? Onda hüceyrəvi ağız var. Aha. Yəni oradan daxil olur. Tulantı dəri vasitəsilə də xaric olunur. Xaric olmuş. Tamam. Hərəkət orqanoidi nədir? Nə vasitəsilə hərəkət Kirpiklə. edirlər? Bəli, Kirpiklər. kirpik ilə. Təqribən nə 10-15 kirpik olur? 10-15 minə qədər kirpi olur. Bəli, 10-15 minə qədər kirpikçiyə malik olurlar. Çoxalma zamanı bunlar hansı yolla çoxalırlar? Çoxalma zamanı e, əsasən onlarda ikiyə bölünmə yolu ilə olur. Bəli. Eninə İnf istiqamətdə ikiyə bölünür, yoxsa uzunluğa istiqamətdə? ortadan ikiyə bölünür də uzunluğa. Yox, eninə istiqamətdə bölünür. Enə. Eninə, bəli. Yaşıl evgilenə uzunluğa istiqamətdə bölünür. İnfuzor tərlik eninə istiqamətdə. Amma adi amil istənilən istiqamətdə bölünə bilir. Yəni Bəli. hüceyrələrin demək olar ki, hər biri sadə bölünmə yolu ilə çoxalırlar. Keçək sporlular tipinə. Sporlular tipinin sinifləri hansılardır? Sporlar tipinin sinifləri koksidikimlər sinifi, bir də qreqorinlər sinifidir. Tamam. Koksidikimlərin nümayəndələri. Malyariya paraziti. Başqa? Bir də keçən dərs qeyd eləmişdik. Malyariyadan əlavə T ilə başlayır. tripan, Toksoplazma. toksoplazma. Aha. Bəli. Malyariya parazitinin əsas və aralıq sahibləri. Deməli, əsas sahibi ağcaqanaddır, malyariya ağcaqanadı. Aralıq sahibi də insan. Tamam. Əsasən insanın hansı hüceyrələrinə zərər verirlər onlar? Əsasən insanın hansı hüceyrələrinə dəqiqə.
Qaraciyər hüceyrələri, Bəli, bir də qaraciyər. eritrositlərə zərər verirlər onlar. Eritrositlərin içərisinə daxil olaraq Bəli. orada çoxalırlar və eritrositlərin məhv olmasına səbəb olurlar. Bəs necə yol Bəli. olur insana? Bir dəqiqə. Ağcaqanad insanı Ağcaqanad insanı dişləyir. insanı Onun dişləyərkən, qanına keçir. sancarkən onun Bəli, tüpürcəyindən insanın qanına qanına keçir. keçir. Tamam. Bəli. Keçək ki, o hüceyrələrə. Bağırsaq boşluqlar tipi. Bağırsaq boşluqlar tipinin ümumi xüsusiyyətlərinə nələr deyə bilərik? Deməli, onlar şirin sularda, dənizlərdə yaşaya bilirlər. Şüalı simmetriyaya malikdirlər. Hı -hı. Əsasən bədənləri iki qatdan, yəni ektoderma, endoderma qatından ibarətdir. Aha, Adından da göründüyü kimi bağırsaq boşluğuna malikdirlər. bəli. Dalayıcı hüceyrələri var. Suda fəal və az hərəkətli, daha doğrusu oturaq həyat tərzi keçirən nümayəndələri var. Aha. Fəal hərəkətli Hmm, nümayəndələr necə adlanır? Oturaq hərəkətli nümayəndələr necə adlanır? Oturaq Meduza həyat tərzi fəaldır. keçirən nümayəndələr. Oturaq həyat tərzi keçirəndə Tamam. poliplərdir. Və hansı sinifləri var? Hidrozoalar, sifoid meduzalar, bir də mərcan polipləri sinif var. Tamam, bəs nümayəndələri? Nümayəndələri hidrozoalar sinifində şirin su hidrasıdır. Aha, Sifoid meduzalarda Aurelia meduzasıdır. aha, Eyni zamanda burada Stavromedusa da var. bəli. Actinia var mərcan poliplərində. Aha. Bunlar da. Yaxşı. Mərcan poliplərində aktiniya var. Bir dənə də var. Qırmızı mərcan polipləri o yadımdan çıxdı. Qırmızı mərcan polipləri, bəli. Bunların ektoderma və endoderma qatlarında əlverişli şərait, hermafrodit olanda, ayrı cinsli olanda necə olur? Bu barədə məlumat ver. Ektoderma xarici qatdır. Aha, Ektoderma qatında dəri əzələ hüceyrələri, dalayıcı hüceyrələr, aralıq hüceyrələr, cinsiyyət hüceyrələri, sinir hüceyrələri olur. aha. Endodermada da orada həzm prosesində iştirak edən e, hüceyrələr olur. Həzm və vəzili hüceyrələr olur. Qamçılı həzm və vəzili hüceyrələr. Bəli, Əgər qamçılı hidra həzm. hermafroditdirsə və mühit əlverişsizdirsə, onun ektoderma qatında neçə növ hüceyrə olur? Neçə növ hüceyrə olur? Bəli. Əgər hansı şərait dediniz? Əlverişsiz şərait. Deməli, əgər əlverişsiz şəraitdə cinsi yollar çoxalırsa, yəqin ki, dəri əzələ hüceyrə, dalayıcı hüceyrələr, sinir hüceyrələri, Hı -hı. 5 növ hüceyrə olar da. Hansılardır ki? Ya cinsiyyət hüceyrələrinin hər ikisi də hermafroditsə olar. Aha. 6. 6. Bəli. Ektodermada 6 növ, endodermada 2 növ, cəmi 8 növ hüceyrəyə malik olar. Əgər ayrı Bəli. cinsli olsa onda necə olar? Onda cinsiyyət hüceyrələrinin yalnız birini götürərik. Aha. Onda 5, 7. aha, 5 növ ektodermada, 2 növ endodermada olacaq. Bəli. Tamam. Hidranın yumurta hüceyrəsi hansı hərəkət orqanoidinə malikdir? Hidranın yumurta hüceyrəsi Aha. yalançı ayaqlara. Yalançı ayaqlara malikdir. Bəs spermatozoid hansı hərəkət orqanoidinə malikdir? Qamçı. Tamam. Hidranın inkişafı düzü nədir, yoxsa dolayı?
Düzünə, düzünə olar. Düzünə. Bəs meduzanın inkişafı Meduzanın inkişafı dolayı olur. dolayıdır. Meduzanın neçə tük sürfəsi var? Deməli, meduza sirfələri var, planula var. Aha. Neçə Hmm, cür? 2. İki cür olur. Yəni bir cürü planula adlanır, bir cürü isə polip adlanır. Poliplər Bəli, bir-birinin içərisinə oturulmuş boşqab formasında olur. bəli. Tamam. Davam edirik. Dalayıcı hüceyrələr quruluş cəhətdən hansı hissələrdən ibarət olur? Deməli, dalayıcı hüceyrələrdə kapsul olur. Aha, Zəhərli maddə olur onun içərisində. Həmin kapsulda da dalayıcı sap yerləşir. bəli. Başqa nə olur? Başqa nə olur? Tükcü. Hiss edici, həssas tüpçük olur. Bəli. Şikarın gəldiyini və yaxud düşmənin gəldiyini onun vasitəsilə hiss edirlər. Bəli. E, Onlarda minimum və maksimum neçə simmetriya oxu olur hidralarda? 5, 10, Biraz artır. 15. 12, 5, 12, 5-dən 12-yə qədər simmetriya şüası ola bilir. Şüalı simmetriya ümumiyyətlə nə deməkdir? Şüalı simmetriya elə bil ki, hidradan ox keçirdiyimiz zaman Aha, oradakı qolcuqlar həmin oxun şüası kimi görünür. bəli. Qolcuqlar həmin o nöqtədən çıxan şüalara bənzəyir. Buna şüalı simmetriya deyirik. Tamam. Davam edək yastı qurdlar tipi ilə. Yastı qurdlar tipinin ümumi xüsusiyyətlərinə nələr aid edə bilərik? Deməli, yastı qurdlar, bunlar dənizdə və ya şirin sularda yaşaya bilir. İnsanda, heyvanda parazit edən nümayəndələr də var. Bunlarda iki tərəfli simmetriya olur. Aha, Sonra bu üç dənə artıq ektoderma, endoderma, bir də mezoderma qatı olur. aha, Sonra həlqəvi və uzunluğa yerləşmiş əzələləri olur. Bunlar dəri əzələ hissəsini əmələ gətirirlər. aha. Bədən örtüyü ilə birlikdə dəri əzələk hissəsini əmələ gətirirlər. Bəli. Bağırsaq boşluqlarda tam formalaşmış orqanlar sistemi yox idi, amma artıq bunlarda inkişaf edir. Bəli, bəli. Yəni bax çoxhüceyrəli Sonra orqanizmlərdə biz toxuma və orqanların əmələ gəldiyini xüsusiyyət olaraq qeyd edirik, amma bağırsaq boşluqlular, yosunlar və həmçinin də göbələklər istisnadır ki, onlarda toxumu və orqan olmur, baxmayaraq ki, çoxhüceyrəlidirlər. Amma yastı qurdlarda ilk dəfə toxumu və orqanlar, həmçinin orqanlar sistemləri əmələ gəlmişdir. Hansı orqanlar bəli. sistemləri var yastı qurdlarda? Bir də qan damar və tənəffüs yoxdur da, həzm var, ifrazat sistemi var, Aha, sinir sistemi var, bəli. sonra həzm var. Aha, onu demişdik. Nə Pensiya qaldı? sistemi var həmçinin deyə bilərik. Bəli, cinsiyyət sistemi var. Bir də. Tamam, hansı siniflərə ayrılır? Lençəkilli qurdlar, kirpikli qurdlar, bir də sorucu. Nümayəndələri hansılardır? Deməli, kirpikli qurdlarda axplanar idi. Sorucuda qaraciyər sorucusu var. Aha, Sonra lençəkilli qurdlarda öküz soliteri var. başqa nə var? Başqa uşaq quyruğu. Yox, o sap qurdlardadır. Bir dəqiqə. Şey, Echinokok olmalıdır. Bəli, Echinok bəli, bəli. Ağ planari harda yaşayır? Deməli, ağ planari o gölməçələrdə yaşayır. Durğun sularda yaşayır. Aha, bəli, suda yaşayır. Ağ Hı hı. planarinin həzm sistemi nədən təşkil olunmuşdur? Deməli, ağız, udlaq, Aha, sonra oradan şaxələnmiş bağırsaq. bəli. Üç dənə. Onlarda həzm sistemi bir istiqamətlidir, yoxsa iki istiqamətli? İki istiqamətli orada. Çünki
Ağızla başlayır, təzədən ağıza qayıdır. Bəli, bəli. İstiqamət bir dəfə ağızdan bağırsağa doğru, bir dəfə bağırsaqdan qayıdır. Ağızdan xaric olunur, həzm olunmamış Bəli. qalırlar. Ona görə əgər anal dəlik yoxdursa, iki istiqamətli həzm sistemi deyəcəyik bunlarda. Tamam. Hı -hı. Hiss orqanları nələrdir? Hiss orqanları, bunlarda lamisə çıxıntıları var. Bir Aha, də neçə? göz var. Neçə? İki, hər birisi iki dənədir. Hər ikisinin də bəli, hərəsindən iki dənə e, olduğunu deyə bilərik. Tamam. Neçə yumurtalıq, neçə toxumluq olur bunlarda? Toxumlu çoxlu saydadır. Aha. Müəyyən bir say yoxdur. Bəli. Yumurta bir cüt, iki dənə. Yumurtalıq bir cütdür. Bədənin önündə, ortasında yoxsa arxa hissəsində yerləşir yumurtalıqlar? Deməli, yumurtalıqlar önün e, yumurta toxumluq ortada yerləşir, yumurtalıq arxada yerləşir. Öndə birinci düzdür. Ön hissədə yerləşir yumurtalıqlar. Ön Tamam, hissədə. davam edirik. Davam edirik və bunların ifrazat sistemi necə adlanır? Bunlarda ifrazat sistemi protonefridial tipdədir. Yəni ulduz şəkilli hüceyrələrə Bəli, malikdir. bəli. Oldu şəkilli hüceyrələrdən təşkil olunmuşdur və simmetriyanın hansı forması var? İki tərəfli simmetriya. Tamam. Nədir iki tərəfli simmetriya? İki tərəfli simmetriya bədənin ortasından e, bir müstəvi keçirsək, elə bil ki, onlar güzgüdə bir-birinin əksi kimi görünür. Yəni eynidir. Bəli, bəli. Qaraciyər sorucusu. Qaraciyər sorucusunun bədəni nəyə bənzəyir? Yarpağa. Bədəni yarpağa bənzəyir. Bəli. Neçə formacı var və hansılardır? Ağız sormacı var, qarın sormacı var. Nəyə xidmət edir onlar? Ağız sormacının köməyi ilə qidalanır. Aha. Qarın sormacının köməyi ilə də qaraciyəri yapışır. Bəli. Ağız sormacı həm də yapışmağa, yəni həm qidalanmağa, həm də yapışmağa xidmət edir. Bəli. Qarın sormacı isə yalnız yapışmağa xidmət edir. Qaraciyər sorucusunun əsas və aralıq sahibləri nələrdir? Deməli, burada əsas sahib əsas sahib insandır və yaxud gövşən heyvanlar ola bilər. Aralıq sahib göl ilbizidir, gölməçə ilbizi. Bəli. Əsas sahib insan, qara Aralıq sahib həmçinin, gölməçə ilbizi. həmçinin kənd təsərrüfatı heyvanları, qoyun, Bəli. keçi, camış, dəvə, yəni gövşəyən heyvanlardan əsasən ola bilərlər. Tamam. Bəs inkişaf dövriyyəsini deyə bilərik. Qaraciyər sorusunun inkişaf dövriyyəsi. Bəli. Deməli, mayalanmış yumurtalar olur. Bunlar öd axarı vasitəsilə bağırsağa gəlir, oradan da xaric olur. Nəcislə. Amma yumurtanın inkişafı üçün su vacibdir. Aha. Suya düşdükdən sonra kirpikli sürfə yumurtadan çıxır. Bəli. Sonra bu kirpikli sürfə də üzür, gölməçə ilbizinə rast gəlir. Gölməçə ilbizinə rast gəlmədiyi müddətcə tamamlanmayacaq. Gölməçə Aha. ilbizinə rast gəlir, bədəninə daxil olur. Bəli. Sonra buradakı bu ilbizin bədənində kirpikli sürfədən quyruqlu sürfə əmələ gəlir. Aha. Sonra o quyruqlu sürfə yenə ilbizin bədənindən çıxır, bitkilərə yapışır, Aha. sissaya çevrilir yapışdıktan sonra. Aha. Ondan sonra da mal-qara onu otlayarkən otla birlikdə gəlir Gəlir əsas sahibin bədəninə. həzm sisteminə, Hə, yenidən örtüyə həll orada olur. bağırsağa gəlir, orada o örtük əriyir, sonra yenə qaraciyərə, o cavan sorucu ki var, o qaraciyərə keçir qanla bir yerdə. Bağırsaq divarını deşir, Sonra qana parazit keçir olur. və qaraciyərə gəlir. Orada nə olur? Parazit.
Yəni yetkin fərd mərhələsinə çatır və orada parazitik edir. Bəli. Tamam. Həm də bunlarda sürfə mərhələsində çoxalma deyilən bir anlayış var. Yəni çünki kirpikli sürfə bir ədəd olur, daxil olur ilbizin bədəninə, bir neçə quyruqlu sürfə xaric olunur. Yəni Bəli. buna sürfə mərhələsində çoxalma deyirik. Həm inkişaf dövriyyəsində daha çox müxtəliflik də qaraciyər sorusuna aiddir. Yəni yenə də Bəli. müxtəlif cür kirpikli quyruqlu sürfələrin olmasını da deyə bilərik. Hı -hı. Tamam, davam edək öküz soliteri ilə. Öküz soliterinin bədəni hansı hissələrdən ibarətdir? Başçı boyuncuqdan. Bir də buğumu var. Başçıq, boyuncuq və buğumlardan. Təqribən nə qədər buğumlardan? Minə qədər. Minə qədər buğumlardan. Başçıqdan isə sormac olur. Başçıqdan 4 sormaca 4 olur. ədəd sormac olur. Bunlar harda parazitlik edirlər? Onlar harda parazitlik edirlər? Hı -hı. Bir dəqiqə. Deməli, onlar harda parazitlik edirlər deyəndə əsas sahib olur onlarda da. Araq sahib olur. Nədə? Bağırsaqda parazitlik. İnsan bağırsağında parazitlik edir. Əsas Bəli. sahibi də var, aralıq sahibi də var. Əsas sahibi nədir, aralıq sahibi nədir? Əsas sahib insandır, araq sahib qaramaldır. Bəli. Bunlarda hansı orqanlar sistemi yoxdur və yaxud zəif inkişaf edib? Hansı orqanlar sistemi yoxdur Yəni, deyəndə, digər bunlarda yassı da qurdlardan qan damar fərqli sistemi olaraq. və tənəffüs sistemi yoxdur. Digər Həzm yassı sistemi, qurdlardan fərqli olaraq. həzm sistemi, Həzm həzm. sistemi yoxdur və hansı daha zəif inkişaf edib? Hiss orqanları, Hiss orqanları bəli, zəif inkişaf edib. Bəs onlar qidanı necə qəbul edirlər? qidanı necə qəbul edirlər? Bəli. Qidan. Buğumlar vasitəsilə. Yox. Bütün bədən Yox, sormac. yox. Sormaclar sadəcə yapışmağa xidmət edir, bağırsağa yapışmağa. Amma bütün bədən səthi vasitəsilə bağırsaqdakı hazır qidanı qəbul edə bilirlər. Ay, düz, bəli. Tamam. Davam edək sap qurdlar tipi ilə. Sap qurdlar tipində ilk dəfə olaraq nə yarar? Şey qaldı, exinokok qaldı. Exinokokun əsas və aralıq sahibləri nələrdir? Exinokokun əsas sahibi pişik, it, Hı -hı. araq sahibi də insan və yaxud da Tamam. ki, kənd təsərrüfatı heyvanları. Bəli. Qaraciyər sorusunun əsas sahibləri exinokokun aralıq sahibləri ola bilər. Yəni insan, qaramal, Bəli. kənd təsərrüfatı heyvanları exinokokun aralıq sahibi, yırtıcı heyvanlar isə exinokokun əsas sahibi ola bilir. Qaraciyər sorusunun Bəli. törətdiyi xəstəlik necə adlanırdı? Fasilyoz. Fasilyoz adlanırdı. Bəs öküz soliterinin törətdiyi xəstəlik? Finnos. Finnos, Amma qaramalda onda finnos. şeydir, elə bil ki, qaramalda törətdiyi xəstəlik var, insanı törətdiyi xəstəlik var. Finnos qaramalda törətdiyi xəstəlikdir. İnsandakı tenyarinkozdur. Bəli, bəli, əhsən. Tamam. Davam edirik. Yəni exinokokla, exinokokun törətdiyi xəstəlik necə adlanır? Exinokokkos. Bəli. Necə yoluxur insana? Elə bil ki, o əsas sahibin bədənindən nəcislə xaric olur. Aha, Otlaq, çəmənlik, elə yerlərə yayılır. bəli. Elə bu aralıq sahib ki var, məsələn insan və yaxud digər heyvanlar, onlar yumurtaları qida ilə, su ilə və yaxud o iti, pişiyi sığallayarkən insan əlinə yapışır həmin o yumurtalar, Bəli. udulur, həzm Bəli. sisteminə düşür. Ondan sonra həmin o yumurtadan sürfə çıxır. Bəli. Necə qarmaqlı sürfə olurdu bunlarda? 6. 6 6 qarmaqlı. qarmaqlı. Öküz soliterində də 6 qarmaqlıdır. Bunlarda da 6 Bəli. qarmaqlı sürfədir. Sonra bu sürfə bağırsaqdan yenə qana keçir, oradan da orqanlara, sonra ağciyərə. Bəli, ağciyəri zədələyir və öləndən Bəli. sonra əsas sahib tərəfindən onların cəsədləri yeyilir, yenidən əsas sahibə keçə bilir. Tamam, və bunlarda Bəli. diqqət etməli olduğumuz məqam. İndi bir-bir soruşacağam. Qaraciyər sorucusunda
Əsas sahibin bədəninə hansı mərhələdə daxil olur, hansı mərhələdə xaric olur? Əsas sahibin bədəninə. Bəli. Deməli, əsas sahibin bədənindən ilbizin bədənindən quyruqlu sürfə olaraq çıxırdı. Sista çevirir. Sista halında insana yoluxur. Deməli, əsas sahibi sista mərhələsində. Sista mərhələsində yoluxur. Bəs hansı mərhələdə xaric olur? Yetkin fərd. Elə Yetkin fərd yetkin mərhələsində xaric olur. Xeyr. deməli, yetkin fərdi çevirirdi. Yumurta şəklində olar da, yəqin ki. Yumurta şəklində xaric olur, bəli. Bəli, Yumurta şəklində yumurta. xaric olur. Yaxşı. Bəs hə, aralıq sahibi də dedin, kirpikli sülfədə daxil olur, quyruqlu sülfədə xaric olur. Bəs öküz Hı -hı. soliterində əsas sahibin bədəninə hansı mərhələdə daxil olur, hansı mərhələdə xaric olur? Aha. Deməli, əsas sahibin bədəninə sülfə mərhələsində, yox, finna mərhələsində insan onu yeyir də. Aha, bəli, daxil. Finna mərhələsinə Finna daxil olur. mərhələsində. Finna mərhələsinə daxil olur. Aha, E, Elə finna mərhələsində çıxmır. xeyr. Yox, bir dəqiqə. Deməli, finna qara mal yumurtanı yeyir, sonra sürfə çıxır, altı qarmaqlı sürfə çıxır. Orada qarmaqlarını itirəndən sonra finnaya çevrilir. Finna yeyir, sonra yetkin fərdə çevrilir. Yetkin fərd mərhələsində çıxır onda. Yox. Yetkin fərd qalır orada bağırsaqda. Yəni yumurta. Yumurta, bəli. Yenə də buğumlar vasitəsilə, buğumların içərisində yumurta ilə Hə. xaric olunur. Yaxşı. Hı -hı. Deməli, əsas sahibin bədəninə daxil olur finna mərhələsində, xaric olur yumurta mərhələsində. Bəs aralıq Bəli. sahibin bədəninə hansı mərhələdə daxil olur, hansı mərhələdə xaric olur? Ə, aralıq sahibi yumurta mərhələsində qəbul edir. Yumurta mərhələsində, bəli, yoluxur. Bəli, ondan sonra orada alt qarmaqlı sürfəyə çevrilir. Alt qarmaqlı sürfəyə çevriləndən sonra finnaya çevrilir. Finna mərhələsinə tərk edir onda. Bəli, bəli, finna mərhələsinə tərk edir. Bəs exinokokda? Exinokok ə, deməli, əgər insanın əlinə yumurtaları yapışırsa, deməli yumurta mərhələsində daxil olur əsas sahibin bədəninə, yox da aralıq sahibin bədəninə. Aha. Ə, Orada ən axırda finnaya Aha. qovuqlu finnaya çevrilir də. Aha, qovuq əmələ gətirir, Qovuq. bəli. Qovuq mərhələsində Bəli, aralıq sahibi tərk edir, belə deyək. bəli. Aha, bəs əsas sahibin bədəninə daxil olur hansı mərhələdə? Əsas sahibin bədəninə də yenə yumurta şəklində. Yox. Yox. Qovuq. Yumurta şəklində xaric olur, Hı -hı. qovuq şəklində isə daxil olur. Qovuq şəklində. Bəli. Tamam. Saf qurdlar tipinin ümumi xüsusiyyətləri. Nələr yaranıb ilk dəfə onlarda? Bədən boşluğu. Yəni maye ilə dolu İlk bədən bədən boşluğu. boşluğu əmələ gəlib. Bəli. Sonra Sonra anal başqa? dəliklə qurtaran bağırsaq yaranıb onlarda. Bəli, bəli. Ee, Bir istiqamətli həzm sistemi bəli. deyə bilərik. Çünki anal dəliklə olur artıq. Bəli. Bəli. Başqa? Dəri əzələ Ee, hissəsi nədən təşkil olunub? Uzun nəzərələrdən Aha, dəri dəri örtüyü və və həmçinin yalnız uzun uzun nəzərlər. nəzərlərdən ibarətdir. Bəli. Nümunələri hansılardır? Deməli burada insan asqaridir. Aha, Sonra ankilostoma, uşaq bəli. biz quyruğu. Tamam. Bunların törətdiyi xəstəliklər necə adlanır? İnsan asqaridinin törətdiyi xəstəlik askaridoz idi. Bəli. Sonra biz quyruqda enterobiyozdur. Hı -hı. Hmm.
Ankilostomada da ankilostomoz, Bəli. ankil və elə bir şey. Bəli, Antilopsis. elə odur. Bəli. Bəli. Əsas və aralıq sahibləri nədir bunların? Deməli, insan askoridində e, ayrı insan askoridində əsas və aralıq sahib yox, aralıq sahibi yoxdur axı. Bir də insandır da. İnsan Aralıq sahibi askoridində. yoxdur. Bəli, əsas Yox, sahib insan. insandır. Tamam. Sonra, bəli. İnkişaf dövriyyəsini əgər insan askoridini deyə biliriksə, Deməli, bu yumurtalar, yəni asqardi yumurtaları aha, ətraf mühitə nəcis vasitəsilə düşür. Orada onun inkişafı üçün temperatur olmalıdır, rütubət olmalıdır. aha, bir də, Bir də ki, bu yumurtalar oksigenli mühitdə inkişaf edirlər. bəli, bəli, Orada onun daxilində sürfə əmələ gəlir. bəli, Sonra insan hər hansı su ilə və yaxud qida ilə yumurtaları udur. aha. Su ilə, Sonra kikli qida e, ilə, meyvə tərəvəz vasitəsilə. bəli, udandan sonra nazik bağırsaqda həzm şirələri var. Bu şirələrin təsirindən həmin yumurtanın qabığı əriyir, yumurtanın içərisindəki sürfələr azad olur. Bəli, Sonra o yenə bağırsaq divarını zədələyir, qana keçir. Oradan da qaraciyərə, qaraciyərdən ürəyə, ürəkdən də ağciyərə gəlir. bəli, Sonra ağciyərdə artıq ağciyəri zədələyir. aha, Orada insanda öskürək yaranır. İnsan öskürdükdə o bəlğəmdən ağız boşluğuna gəlir. Əgər ki, insan həmin bəlğəmi təzədən utsa, o yenidən bağırsağa qayıdır və yetkin qurda çevrilir. bəli, bəli. Yaxşı, belə bir sual verək. Hı. Sürfəli yumurta diafraqmadan neçə dəfə keçir? Sərbəst sürfə neçə dəfə keçir? Sərbəst yumurta, sülfər yumurta. Sərbəst sürfə, Ee, bir də sürfəli yumurta. hı.